Dostlar, bu video mənim deyil. Kanalın adı deyil. İBDD kanalın adı, yəni kanal mənim deyil. Adı görünməsin deyə belə elədim, amma normalda kanal deyil. Videosunu götürdüm. Əgər şikayətçi olarsa, videonu təzədən çəkə bilərəm, başqa bir şeylə eləyə bilərəm. Alqomi ilə Yusuf T'nin dalaşını bir çoxunuz bilir. Əslində burada Yusuf T'də şey var. Alqomi elə bilər, amma Yusuf T'də günah var. Necə? Bilməyənlər üçün daş. Yusuf T çox əlaqəsiz adlar çəkdi orada. Nə bilim, Kənzidir falandır. Bu videonu görürsəniz Yusuf T, Alqomi. Söhbət bitdi, biraz gec başlamayıram. Yəni fikir verirsiniz də. Məsələn Kənzi, məsələn başqa YouTuberların adını çəkdi. Barnaq ekibindən. Məni orası əsəbləşdirdi. Yəni orası şeydir. Yəni Yusuf T'də orada haqsızlıqdır. Burada əsəbləşənlər, əslində burada bildiyimiz bir güc patlaması olur. Alqomi ilə Yusuf T'ni tanımayanlar üçün yanlara yazdım, qoydum Yusuf T'ni Alqomi. Bir də bu yuxarıdakı qaqaşda günah yoxdur, amma Yusuf T onu yargılayır. Mən də başa düşmədim. Videoları axıra qədər izlədim. Alqomi danışdı, etiraf verdi biləm. Yoxlayam biraz. Saat 21:08-də oldu. Nəsə, göstərim o qaqaşı, sağda qoydum. Bu qaqaşda da bir günah yoxdur. Barnaq ekibindən bilirəm, bir yerdədir. Amma söhbətdən xəbər yoxdur da qaqaşın. Yəni başa düşmürəm. Yusuf T'di də. Bir də Alqomi tərəfdə də biraz günah var. Onu demək istəyirəm. Yəni Klaçı Türkiyəyə gətirən ilk insanlardandır. Ona görə çalmaz o qədər də yox. Amma şey olmaz. Nəsə. Belə. Bu video mənim deyil arkadaş. Sadəcə Pokemon karakterləri mən qoymuşam. Kanal çox görünməsin. Dedim də zaten. Bildiyimiz kimi beyaz kurta döndüm. 21 10. Sağ olun. Like atıp abone olmayı unutmayın.